Əslində təşəbbüs Malikan'dan oldu. Facebook səhifəsində sağ olsun mənə bir çox şəkillər göndərdi və mən görüşmək istədim. Sağ olsun ki, vaxt ayırdı və məni evlərinə dəvət elədi Malikan'ı. Malikan'ı bu albomda çox dəyərli foto şəkilləri mənim üçün çox qiymətlidir. Bu foto şəkilləri xalacildəyəm. Deməli, onlar mənə çox dəyərli bir foto albom hədiyyə edirlər. Çox sağ olsunlar, təşəkkür edirəm. Naxçıvan şəhər sakinləridir. Səminə xala, bu foto albomda nələr var? Biz baxaq. Demək, Naxçıvanın qədim şəkilləridir. Qədim dediyimiz yaxın tarixinə ait şəkillər. Yaxın da dediyimiz bir 30-40 illik, 45 illik, 50 illik şəkilləridir. Bu foto alboma görə təşəkkür edirəm sizə mən. Burada nələr var? Burada Naxçıvanın yaxın keçmişinə daha düz bax. Ali Məclisin binası var, çəkil var. Bəli. Dram teatr var. Tribuna, keçmiş tribuna. Bizim tribunamız olubdur, sonralar ləğv elədilər. Bəli. Bax, mənim diqqətimi çəkdi böyük bağ. Böyük bağın içində məsələn o qəzet köşkləri dediniz var idi. Qəzet köşklərində deməli onlar bilmirəm indi yəqin ki biz baxacağıq. Ondan sonra başqa şəkillər. Demək olar ki, çox həddindən artıq çox şəkillər var. Abidələrin şəkilləri var. Ondan sonra Yusif Hüseyn türbəsi var. Ondan sonra küçələr var. Küçələrdən sonra bura bu 17-lərin xatirə məbədi. Büst və heykəli deyək, abidəsi. Budur, tapdım, böyük bağ. Məsələn, bu çox maraqlıdır. Səminə xala, belə bu tərəfə tutacağız. Böyük bağda əvvəllər belə, bax bu cür köşklər olardı. Bu cür köşk dediyimiz daha doğrusu qəzetlər qoyulurdu bura dedisən. Sonra bunlar demək. Bütün qəzetlərdən qoyulurdu. Aha. Lap yaxşı, Səminə xala. Cəmaət gedib bu çıxarlarda gündəlik qəzetləri, təzə qəzetləri, hər günlük qəzetləri oxuyurdu. Bura, hə? Sonralar muzikal istədilər. Çox deyib, məscid. Köhnə şəhərlər, həyət evləri tikilən.